Qingxi terapi enerji kanalıma xoş gəlmisən. Bu seansda mənimlə birlikdə ruhundakı, alanındakı, bədənindəki negativlərdən arınacaqsan. Hazırsansa başlayaq. İlk öncə sənin üçün sakit, rahat olacaq bir yerə çəkil. Uzana və ya əyləşə bilərsən. Gözlərini yum, dərindən nəfəslər al və ver və rahatla. Bütün bədənin rahatlansın. Ruhunun səsi eşidilsin. Nəfəslər alıb verdikcə bədənin yavaş-yavaş ağırlaşsın və tamamən anda qalsın. Bütün ətrafdan uzaqlaşsın. Sadəcə burada mənimlə birlikdə bu seansın dərinliklərinə doğru yol alsın. Dərin nəfəslər al və ver. Burnundan al və ver. Tamamən rahatla. Bütün bədənin rahatlansın. Əllərin, qolların, ayaqların, boynun tamamən rahatla. İndi özünü meşədə hiss et. Ətraf çox gözəldir. Amma sən nə quşların səsini, nə küləyi, nə ağacların ətrini heç birini duymursan. Heç birini hiss etmirsən. Heç birini eşitmirsən. Ətraf tamamən səssizlikdir. Hər yer rəngli olsa da sənin üçün sadəcə ağ və qara var. Heç bir gözəlliyi görmürsən. Hiss eləmirsən. Zövq ala bilmirsən. Nədir səni bu qədər kar və kör edən? İçindəki negativ düşüncələrmi? Negativ duyğularmı? Yoxsa negativ enerjilərmi? Soruş bunu özündən. Qoy sənə cavab versin. Səni bu qədər kör və kar edən nədir? Niyə bolluq yoxdur? Niyə istədiyini, hər şeyi anda əldə edə bilmirsən? Və ya problemlərinin səbəbi nədir? Qorxularınmı? Günahkarlığınmı? Özdəyərsizlikmi? Nədir o səbəb? Bunları görməyə çalış. Duymaya çalış. Hiss et bunları. Bəs bunları hardan gətirmirsən? Nəsildənmi? Keçmiş həyatlardanmı? Yoxsa sadəcə nə vaxtsa və ya hardasa, kimdəsə, nədəsə gördüyün bir şey şuuraltının dərinliklərində ilişib qalıb. Bunu hiss et. Səbəbini öyrənməyə çalış. Tələsmədən, sakitcə. Bədənini, ruhunu dinlə. Onu dinləməyi bacar. Onu eşitməyi öyrən. Onu gör. Bəlkə də sadəcə illərdir ruhunda, bədənində sənin tərəfindən görülmək, eşidilmək istəyirdi.
İndi onu gör, eşit, səsinə, sözlərinə qulaq as. Bədəninin hansı hissələrində özünü büruzə verir? İllərdir, bəlkə də əsrlərdir səninlə birlikdə olan o negativ duyğular, düşüncələr, enerjilər bədənin hansı hissəsində onu hiss edirsən? Bədənini skan et, enerjisel olaraq gör. Görməyə çalış, bu negativlər səndə hardadır? Bədənin hansı hissələrindədir? Ruhunun hansı hissələrindədir? İndi həmin yerləri yar və boşalt. Tamamən boşalsın. İçindəki bütün çirklər, negativlər axsın. Səni görməyə, eşitməyə, xoşbəxt olmağa icazə verməyən, yolunu kəsən, blokajlayan nələr varsa hamısı boşalsın. Son damlasına qədər tamamən boşalsın. Bir daha bax bədəninin hansı hissəsində hiss edirsən. Təkrar bax. Heç birini gözdən qaçırma. Bax və boşalt. Yenə boşalt. Tamamən boşalsın. Tamamən qurtul onlardan. İndi qarşında böyük bir şəlalə yarandı. Bu şəlaləni gör. Bu şəlalədən su əvəzinə işıq yağır. Çox gözəl və parlaq bir işıq. İstənilən rəngdə görə bilərsən. Ağ, qızılı, yaşıl, bənövşəyi. Fərqi yoxdur. O işıq Tanrı işığıdır. Yaradanın sevgi işığı. Sonsuz sevgi işığı. Bu şəlalənin altına keç. O işıq bütün bədəninə axsın. Bütün ruhun, bədənlərin, omurgan tamamən şəfalansın. Orqanların tamamən şəfalansın. Əzaların, hüceyrələrin tamamən şəfalansın. Şəlaləyə yaxınlaş. Altına keç. Qoy o işıq bütün bədəninə axsın. Bütün ruhun, bədənlərin, onurğa eləyin. Orqanların, əzəllərin, hüceyrələrin, şuurun, şuuraltın şəfalansın. Bədənində boşaltdığın nə qədər yerlər varsa, sevgi işığı ilə dolsun. Bütün ruhun şəfalansın. Bütün zərrəciklərin, hüceyrələrin, alanın şəfalansın. Bədənin par-par parıldasın, işıq saçsın. Artıq sən şəfalanmısan. Nə ağrıların,
nə acıların, dərdin, problemin, negativlərin heç biri yoxdur. Artıq aydınlanmısan. Nəyi necə edəcəyini, harda necə reaksiya verəcəyini çox yaxşı bilirsən. İndi ətrafa bax. Meşənin o gözəlliyini gör. Quşların səsini eşit. O gözəl qoxunu içinə çək. O gözəlliyi görə bilirsən. Meşənin içində gəz və həzz al. Hər anından həzz al. Həyatının hər anından həzz al. Bütün bu gözəllikdən həzz al. Dərindən nəfəs al. Hazır olanda gözünü aça bilərsən.